Vaxtınız xeyir olsun. İnşallah indi 2019-cu ildən 2024-cü ilə qədər bütün 9-cu sinif buraxılış imtahanda düşən çevrə suallarının izahına baxacağıq. Ümumiyyətlə bütün mövzular üzrə bunu çəkib qoyacağım inşallah. Hansı mövzunu qabaqca istəsəz yorumlara yazıb qeyd edə bilərsiniz ki, həmin mövzunun suallarının hamısını işləyib yerləşdirək. Demək 21 dənə çevrə sualımız olacaq. Başlayaq elə birinci sualdan baxın. Buranı 30 dərəcə, buranı 24 dərəcə veribdir. Bizdən isə B, A, C. Bax, bu bucağı bizdən istəyir. Əgər mən buraya alfa yazsam, avtomatik daxili bucaq kimi bu qövs 2 alfa olur. Və həmçinin mərkəzi bucaq kimi burada 2 alfa olur. Həndisənin əsas anlayışlarında yadınıza gələ belə bir fiqur var idi, hansı ki, içdəkilərin cəmi çölü verirdi. Yəni, bunu ispat eləmək mümkündür. Sadəcə indi bu cür izah edirəm. Bax, bu içdəkilərin cəmi çöldəkini verməlidir. Yəni, alfa plus 30 dərəcə plus 24 dərəcə bərabərdir 2 dənə alfaya. Buradan alfa plus 54 dərəcə bərabərdir 2 alfa. Buradan isə alfa bərabərdir 54 dərəcəyə bərabər olacaqdır. Variantlar yoxdur. Elə cavabımız 54 olur. İkinci, belə bir sual düşüb. Çevrənin uzunluğu 24 pidirsə, radiusda bu asan bir sual. Çevrənin uzunluqçusu biz bilirik ki, r bərabərdir 2 pi r'dir. Yəni 2 pi r 24 pidir. Pilər hər tərəfdən getsə 2 r 24'dür. R isə 12'yə bərabərdir. Yəni B variantı. Üçüncü suala baxaq. Bu düz xətlə çevrənin qarşılıqlı münasibətinə əsaslanır. Çevrəyə bir toxunan bir kəsən çəkilibdir. Yazmamışdan qabaq deyirdik ki, bir toxunan və bir kəsən çəkilərsə AB-nin kvadratı bərabərdir. AC vuraq, AC-ı BC vuraq, BM-dir deyəsən. Aha. Bu xasil deməlidir. Yəni, toxunanın kvadratı bərabərdir. Ən yaxın məsafə vuraq, ən uzaq məsafə. Aha. Gəlin bizə nə verib? AB-ni 6 verib, BM-i 9 verib, BC-ni istəyir. Yəni 36 bərabərdir, X vurulsun, baxın BC vurulsun, ümumi dəyər 9'dur. Buradan alıram ki, X 4'üymüş, yəni A variantı. Üçüncü sualımız getdi. Dördüncü sualımıza baxaq. Bizə deyir ki, belə bir fiqur verilibdir, bucaq D. Yəni, bax bu alfanı bizdən istəyir. İndi gəlin baxaq. Bax, bura mərkəzi bucaq kimi, bura 90 dərəcədir. Avtomatik bax bu qövs ki var, D, AD qövsü. Bura 90 dərəcə olurmu? Və onda bax, tam çevrə 360 dərəcəyə əgər bərabərdirsə, onda baxın bu qövs 270 dərəcə olurmu? Və bu da həmin qövsə, bu D, B, A qövsü. Həmin qövsə sökənin daxili bucaq olduğu üçün avtomatik bura 135 dərəcə olurmu? Aha, indi baxın 4 bucaqlıdır. 4 bucaqlının daxili bucaqların cəmli olmalıdır. 360, yəni alfa plus 90 dərəcə plus 135 dərəcə plus 50 dərəcə. Hamısının cəmli olmalıdır. 360. Buradan alfanı tapanda görürük ki, 360 çıxaq 90 çıxaq 135 çıxaq 50. Bu da eləyir ki, 85 dərəcə. Cavab belədir. Açıq sual deyə cavab verilmir. Aha. Keçdi indi 5-ci suala. Belə bir sual verilir. Deməli, alfa bucağı beta bucağından 60 dərəcə azdırsa, baxın uşaqlar. Alfa budur, beta budur, sonra gamma budur, bu da bərabər yanlıdır. Belə bir şəkildir. Alfa betadan 60 dərəcə azdır. Yəni alfa betadan 60 dərəcə azdır. Yəni bu cürdür. Aha. İndi aşağılar, burada bərabər yanlış bucaq əmələ gəldiyi üçün burada alfa olurmu? Yəni 2 alfa plus beta bərabərdirmi 180 dərəcəyə? Düzdür? Aha. Buradan isə gördük ki, bunu əvəzləməklə də yazmaq olar.
Bu cür yazmaq olar. Beta çıxaq alfada elə 60 dərəcəyə bərabərdir, buradan tapsam. Baxın, bunda alt-alta çıxan kimi 3 alfa bərabərdir. 180-dən 60 çıxanda 120 dərəcə, alfada olur 40 dərəcə. Deməli, alfanı 40 tapdıq, alfa 40-ca avtomatik beta 100 dərəcəymiş. Baxın, burada yerinə qoysam, beta da 100 imiş. İndi baxın, burada bayaqki misal oxşuyur. Beta 100 dərəcədirsə, bu 100 dərəcədirsə, bax, bu qövsə söykənirsə, onda baxın, bura 200 dərəcə olurmu? Çünki daxili bucaq daxili. Tam çevrə 360-dırsa, baxın, qoy bu rəngkəni eləyim, baxın, bax, burada 160 dərəcədirmi? Və 160-a da y söykənirsə, onda burada mərkəzi bucaq kimi elə 160 dərəcənin özü olacaq. O da B variantı. Gəldik 6-cı suala. Belə bir çevrə sual düşür. Deməli, 10 verib, 6 verib, 3-ü verib, bizdən x-i soruşur. Bu, hərəkət və oxşarlığın daha çox sualıdır. Sadəcə çevrə formasında verilibdir. Baxın, hərəkət oxşarlığın sualıdır. Yenə də daha sualdır, gəlib izah edirəm. Baxın, buraya mən alfa yazsam, bura 2 alfa olur. Həmçinin bura 2 alfadırsa, burada alfadır. Düzdür? Çünki hər ikisi daxili bucaqdır. Baxın, eyni qövsə söykənən daxili bucaqlardır. Aha, həmçinin bura betadırsa, burada betadır. Çünki eyni qövsə söykənən yenə daxili bucaqlardır və bura qammadırsa, burada qammadır. Və bu hərəkət oxşarlığın sualıdır. Bu bucaqlar oxşardır. Alfanın qabağındakı 10-un, alfanın qabağındakı 6-ya nisbəti, qammanın qabağındakı x-in, qammanın qabağındakı 3-ə nisbəti. 6x bərabərdir 30, x də bərabərdir 5-ə. Cavab 5 idi. 7-ci sual. Kəsişən vətənlərin xassəsidir bu. AB-ni, AB, bircə dəqiqə, buranı 2.5 verib. BC-ni 2 verib. BD-ni 5 verib. BK-nı da istəyir. Şöyle kəsişən vətənlərin xassəsinə görə baxın. Burada yenə yazıram. AB vuraq BK bərabər olmalıdır. CB vuraq BD-yə. Kəsişən vətənlərin xassəsidir bu. İndi baxın. 2 vuraq 5 bərabərdir. 2,5 vuraq x-a. 2,5 vuraq x bərabərdir. 5-i 2-yə vuranda 10 eləyir. X də bərabərdir. 10 da böləndə 2,5-ə eləyir 4. Cavabımız D variantı. 8. Belə bir sual düşür. Deməli, B bucağının A bucağına nisbəti B bucağının buranın, bura 2K-dır, 2X-dir. A bucağı burada 3X-dir. Aha, BMD qövsü. BMD, baxın, burada 160 dərəcədir. MNC qövsü. Baxın, burada buranı soruşur elə. Bizdən buranı soruşur. Baxın, aşağılar. Burada 2x-dırsa daxili bucaq. Görürsünüz, bax, bu MC qövsünü görürsünüz. Baxın, bu buraya söykənir. Onda bax, burada 4x-dir. Artıq misal bitifdir. Demişdik, 2 kəsən çəkilərsə, xassiyə belədir. 160 dərəcə çıxaq 4x bölünsün 2 bərabər olmalıdır 3x-a. Yəni, bax, bu major qövsdən bu minor qövsü çıxıb 2-yə böləndə 3x eləməlidir. Buradan 160 dərəcə çıxaq 4x bərabər 6x-a, 10x bərabər 160 dərəcə, x də alınır 16 dərəcə. Bizdən də MNC qövsünün istibarət 4x olduğu üçün 4-ü vuruq 16 eləyir, 64 dərəcə. Ümumiyyətlə, məsləhət görərəm ki, birinci sualı özünüz eləməyə çalışın. Ondan sonra keçin həllinə baxın. Gəldik bura. AOC bucağının 124 dərəcə verib. AOB bucağın dərəcə ölçüsü AOB. Bu asan bir sualdır. Baxın, açıq bucaqdır. Cəmi 180 olmaq üçün
Deməli, burada 56 dərəcə olmalıdır. Yəni, A variantı. 10-cu sual. Bu da adi bir sualdır. Bizdən nə istəyir? M-in qövsünün. Baxın, bu da adi bir sual. Mərkəzi bucaqdır. Bu da 36 dərəcədir. Mərkəzi bucaq sökəndiyi qövsünün dərəcə ölçüsünə bərabərdir. Yəni, D variantı. 11-ci sual. Kəsişən vətənlərin xassəsidir. Deməli, KM-i 3 verib. KP-ni 12 verib. Opsiya 12 içində belə 9 yumuş. YM 4 verib. YN vətənin opsiyonumuzu. Bizə X tapaq ki, sonra opsiyon taparıq. Kəsişən vətənin xassəsinə görə 3 vuraq 9 bərabərdir. 4 vuraq X-a. 4X bərabərdir 27-yə. X də bərabərdir 27 bölünsün 4. Bizdən də aşağılar. Deməli, burada X27 bölü 4. Bu sualda deyəsəm, nəyisə səhv veriblər. Baxın, burada məncə KP yox, MP 12 olmalıdır. Onu da düz alınacaq. Çünki belə cavablarda kəsilmə cavab yoxdur. Axı, baxın, MP-ni 12 versə, bura 12 olar. Baxın, indi 3 vuraq 12 bərabərdir 4 vuraq X, 4X bərabərdir 36, X alınır 9. Düzdür? X burada 9'dur. Opsiya YN isə 9 plus 3, 4, bu deyilir 13. Yəni, yəqin ki, bu MP-dir. 12-ci suala baxaq, bu tipli bir sual. Deyir, AB və AC toxunanları üçün AB plus AC 50-dirsə AC. Yadında saxlayın. Çevriyə bir nöqtədən çəkilən toxunanlar həmişə biri-birinə bərabər olur. AB plus AC 50-dirsə, AC parçasının uzunluğu elə 25 cm-dir. 25. Buraya baxaq. Yenə toxunan və kəsən xassəsidir. AC-ni 4 verib, CD-ni 5 veribdir. Baxın, demişdik ki, AB-nin kvadratı bərabərdir. AC vuraq, AD. O da AB-nin kvadratı bərabərdir. AC-miz 4-dür, AD-miz opşi 9-dur. AB-nin kvadratı bərabərdir 36, AB də bərabərdir 6-ya. O da C variantı. 14-cü sual. ABD bucağı. Baxın, bura X plus 50-dir. Və ACD də 3X plus 10-dur. Baxın, bunlar eyni qövsə söykənən, bax, hər ikisi AD qövsünə söykənir. Yəni, eyni qövsə söykənən daxili bucaqlardır. Yəni, bir-birinə bərabərdir. 3X plus 10 dərəcə, X plus 50 dərəcəyə bərabərdir. 2X bərabərdir 40 dərəcə, X də alınır 20 dərəcə. A variantı. 15. Çevriyə ayrılanlar seçin asan bir sualdır. Vətərdir, diametridir. 1, 2. Y variantı. Hündürlük və median üst bucağı aiddir. Sonra 16-cı sual. Yəni kəskin vətərlərin xassəsi KM3, MP6, YM2, MN istəyir X. Baxın, 2 vuraq X bərabərdir 3 vuraq 6, 2X bərabərdir 18, X bərabərdir 9-a. Yəni A variantı. Aha. Bundan sonra bu suala baxaq. Baxın, bura yəqin ki, mərkəzdir. Çünki mərkəz olmasa başqa cür mümkündür. Yəni, balaca bir nöqtə var. Mən onu böyütdüm. Baxın, bura 80 dərəcəsi avtomatik mərkəzi bucaq kimi. Burada 80 dərəcədir və burada daxili bucaq kimi 40 dərəcədir. B variantı. Yəni, ümumi asan düşübdür. Baxın, hər dəfə, artıq görürsünüz, 3-cü dəfədir bu sualdan düşübdür. X kvadratı bərabərdir 9 vurulsun ümumi. Yəni, 16. X kvadratı bərabərdir 144, X isə 12 alınır. O da A variantı. Deməli, söykəndiyi qövsünün dərəcə ölçüsü 50 dərəcə olan daxilə çəkilmiş bucağın qiyməti. Baxın, daxilə çəkilmiş bucaq söykəndiyi qövsünün dərəcə ölçüsünün yarısıdır. Söykəndiyi qövsünün dərəcə ölçüsü 50 dərəcə olarsa, daxilə çəkilmiş bucaq 25 dərəcədir. Çünki qövsün yarısı olur. 24. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü budursa, söykəndiyi qövs 48 dərəcə. Qövs deyilsə 48-dir. Bucaq onun yarısıdır.
21-ci sual, son sual. Çevrənin AB vətərini M nöqtəsində toxunanlar çəkilir. M nöqtəsindən baxaq. Bunu aşağıda çəkim. Demək, M nöqtəsindən toxunanlar çəkilir. Bu olsun birinci toxunanımız. Bu olsun ikinci toxunanımız. Və AB vətərinə Nəcür? Hə, yox, mən səhv oxudum. Deməli, AB vətərinə, tutaq ki, bir vətər var. Tutaq ki, olsun, bax bu, AB vətəri. M nöqtəsindən toxunanlar çəkilir. Deməli, eyni şəkildə, sadəcə AB vətəri. Aha, çəkdim toxunanlar, indi bu toxunub keçəcəkdir. Aha, M nöqtəsindən çəkilir, düzdür. ABM bucağı. Baxın, burada şəkil biraz şəkili biraz səliqəli çəksəm. Məsələn, hansı bucaqdır? ABM. Bax, bu bucaq. 80 dərəcədir. Baxın, burada 80-dirsə, indi şəkildə tam biraz kitabı daha bir şey çəkilir bunlar. Burada 80 dərəcə avtomatik, burada 160 dərəcə daxili bucaq kimi. Bizə nə istəyir? AMB. Baxın, bu bucağı istəyir. Əgər bunlar toxunandırsa, bu toxunan arasında qalan bucaqla bunun cəmi 180 dərəcə olmalı. Yəni, bax, burada 20 dərəcə olur. O da B variantı. Yenə şəkil biraz yaxşı çıxmadı. Lap siz indi lap qəşəngini çəkərəm. Bircə dəqiqə. Ümumiyyətlə əsas məzmunu başa düşdüksə, baxın. Bircə dəqiqə. Bircə dəqiqə. Yox, belə yox, bircə dəqiqə. Bax, bu belə olsa. Baxın, bu da belə olsa, baxın, indi daha qəşəng görsənir. İndi görürük ki, bax, bura 80 dərəcədirsə, bura 160 dərəcədir. Bura MAB-dir. Avtomatik burada 20 dərəcə olur ki, ikisinin cəmi 180 eləməlidir. Bu qədər indiyə kimi düşmüş çevrənin bütün suallarını izah elədik. 21 dənə sual idi. 20 dəsində biri hərəkət oxşarlığın sualı idi. Sadəcə çevrə kimi götürmüşdüm. İnşallah bundan sonra hansı mövzunu çəkməmişsiniz, qeyd eləyərsiniz. Həmin mövzunun bütün suallarını çəkib yerləşdirərik. Baxın, diqqətli olmaq lazımdır ki, ən çox toxunanla kəsənin xassəsidir, ən çox düşən və bir də mərkəzi bucaq və daxili bucağa aid suallar çox düşür və kəsişən vətənlərin xassəsi.